Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər. Pultun işığı yanır, sönmür. Problemi var. Müştəri də buna əzilən batareykaları qoyub. Yəni, bunun yemi deyil, belə deyək. İndi bərpa eləyək, orta nəticəni bir yerdə izləyək. Şəraitində özləri açdığına görə qıraqlarını fikir versəz, zədəliyiblər. Bu göy bunun blombudur. Yəni, indiyənəcən spirtlə də heç təmizlənməyib. Membranları çıxartdıq, hamısı tərtəmizdir. Yəni, membranlıq problem yoxdur. Problem bu hissələrdədir. Demək, rolikin üstündən bura su gedib. Hal-hazırda laboratorun adaptera qoşmuşuq. İndi fikir verin. Bu knopkada problem var. Yandı qaldı. İçində olan iki membranlarda problem var. Membranların ikisini də təmizlədik. Membranları duvar ayrı-ayrılıqda təmizlədik. Üzərinə bərpa elədik. Məsələləri ayrı-ayrılıqda təmizlədik. Burada belə bir məsələ də var. Qapaq saxlamır. Bunu da bərpa eləyəcəyik. Laboratorun adaptera qoşduq. Prosesor dərəcəsini ölçürük. Və qüsur qalıb-qalmayıb onu ölçəcəyik. Gecikməsi yoxdur. Hər bir şey yerində. Batareyka yemir. Yəni yaxşıdır. Qapaq yerində bərpa elədik. Original daşını da qoyduq. Demək, iki membranın ikisində qalmaq şərti ilə nəticə bu deməkdir. Ümumiyyətcə, bütün knopkalar işlədi. Hər bir şey öz yerində. İşıq yana-yana qalmır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.